hər vaxtınız xeyir olsun. Bugün sizinlə yeni növbəti bir esse üzərində izaha başlayırıq. What is your favorite traditional food and drink? Sənin sevimli milli içkin və yeməyin nədir? Azərbaycan has delicious food. Burada Azərbaycan has delicious food-da yenə də Canay xanım apostrof s-dən istifadə edib. Bu yanlışdır. Azərbaycan has delicious food özünün istifadə olunması elə var, malik olmaq, mənsubluq bildirir. Azərbaycanın dadlı yeməkləri var, yəni qidası var, yeməyi var. One of them is ləvəngi. Onlardan biri ləvəngidir. Yenə də one of-dan istifadə etdiyimizə görə xəbərimiz is təkdə olacaq. Ləvəngi is yummy food. Ləvəngi dadlı qidadır, yeməkdir. My favorite drink is tea. Mənim sevimli içkim çaydır. Tea is a traditional drink olmalıdır. Bir dənə a artiklı burada yoxdur. Esseyimiz ümumiyyətlə qaydasındadır. Sadəcə apostrof s, bir də a artiklımız çatışmır. Bizə uğurlar diləyirik. Davam eləyin. Kim ki öz inşa bacarıqlarını inkişaf elətdirmək istəyir və yeni başlayıbsa, bu esse materiallarından istifadə edə bilər, suallarınızı verə bilərsiniz. Biz sizin üçün cavablandıracağıq. Uğurlar sizə.